Birincisi istintaq gedir. Öz ibtidai istintaqa hazırlıq mərhələsi başa vurulub, hazırda ifadələrin olması və istintaq hərəkətlərinin icrası gedir. Axtarış aparılmayıb, operativ əməliyyat tədbirləri sırasında axtarış xüsusi yer tutur, ilkin ifadələr alınır, əşya dəlillər toplanır, sübutlar toplanır və ondan sonra Dövlət baba açıqlama verəcək. Buna qətiyyən şübhəniz olmasın. Bu açıqlamanı indi dövlət rəsmi qurumlar çıxıb nə deməlidir? Bəli, Ramiz Mehdiyev xəyanətli ittiham olunur. Onda dərhal sual yaranır. Şəxsən mənim sualım yaranır. Nəyə əsasən bunu deyirsiniz? Sübutunuz varmı? Sübut yoxsa mediada yayılmış imzası, möhrü, heç nə olmayan bir siyahıdır. Bu siyahı sübut sayılır. Təksib olunmur. Əgər adəti üzrə biz bilirik də media ilə necə işlənilir. Yəni əgər belə bir fantaziya varsa, kimsə belə Erdoğan kimi just minute deyirəm sizə. Just minute. Sevinç xanım, siz çox usta jurnalistsiniz. Jurnalistikada buna qarmaq sual deyirlər, bilirsiniz. Qarmaq sual nədən ibarətdir? Hər hansı bir iddia siyahısı yayılıb. Dövlət qurumunun nümayəndəsi çıxıb deyir ki, bu siyahı doğru deyil. İstedadlı, ağıllı, təcrübəli sizin kimi jurnalist dərhal sual verəcək. Yaxşı, bu doğru deyilsə, nəyə əsasən deyirsiniz doğru deyil? Axı, doğru deyil deməyə bir müəyyən əsas olmalıdır. Yəni, bu siyahı doğru deyilsə, doğru siyahı var, ya yoxdur. Siz o sualı mütləq verəcəksiniz. Doğru siyahı var, ya yoxdur. Dövlət nümayəndəsi nə deyəcək? Bu sualı cavablaya bilmərəm. Bu sualı cavablaya bilmərəm. Odur ki, doğru siyahı var. Və ya da şərtdən imtina edirəm. Bilirsiniz, özlərini təliyə salarlar məmurlarımız beləcə. İstəmirlər, lazım deyil bu hələ. Tezdir. İnandırım sizi ki, tezdir. Mən burada Ramiz Mehdiyevin vəkili kimi çıxış edirəm indi bu dəqiqə. Əfsuslar olsun ki, heç istəməzdim. Amma bu dəqiqə Ramiz Mehdiyev 4 aylıq həbs qəti imkan tədbiri barəsində seçilmiş şəxsdir. Onun haqqında dövlət qurumlarının rəsmi saytlarında mükafatlarının, fəxri adlarının olduğu hissənin götürülməsi dövlətin qorxması ya iz itirməsi deyil. Qətiyyən. O Google-un keşində qalıb, fərmanın surəti Ramiz Mehdiyevdə var, mükafatlandırıcı anın kadrları var. O dövlətdən ona görə götürülür ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə hər hansı bir fərman rəsmi orqanda çap olunubsa, o artıq qüvvəyə minir. Razısınızmı bundan? Bu belədir. Azərbaycan qəzetinin rəsmi saytda fərman, sərəncam dərc olunmamış, o qüvvəyə minmiş sayılmır. Türkiyədə də belədir. Erdoğanın sərəncamı, fərmanı rəsmi qəzetədə dərc olunmayınca o legitim sayılmır. Bu faktdır. Bütün dünyada da belədir. Ağ Evin saytında, Dövlət Departamentinin saytında dərc olunmamış bir açıqlama Trump'ın şəxsi açıqlamasıdır. Ona görə Trump şəxsi açıqlama ilə rəsmi açıqlamalar bölmək üçün öz fikirləri Truth Social'da, yəni öz sosial şəbəkəsində dərc edir. Amma rəsmi açıqlamaları Dövlət Departamenti dərc edir. Bu bir. İkinci məsələ ondan ibarətdir ki, istintaq bu dəqiqə bir neçə işin, ola bilər 5, ola bilər 8, ola bilər 12 işin icraatı ilə məşğuldur. Və bəzi tövsif edilmiş əməllər ayrı icraata ayrılıb. Mənimsəmə, dövlətə xəyanət, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət çevrilişi məqsədi ilə hazırlıq məqsədi ilə mütəşəkkil dəstənin formalaşması. Bax, bu siyahı mütəşəkkil dəstənin formalaşması cəhdidir. Bu cəhd 3 yerə bölünür. Hazırlıq, məsələn, indi mən vəkil kimi danışmaq istəməzdim, hüquqşünas kimi. Bu işi bəndən 1000 dəfə yaxşı bilən insanlar var, onlar sizə deyərlər. Dövlət bu dəqiqə danışmamaqda haqlıdırmı? Bu artıq biraz ritorik sualdır. Haqsız deyil, onu deyə bilərəm. Nə qədər haqlıdır, o sualı cavab verməyə çətinlik çəkirəm, amma dövlət haqsız deyil. DTX rəhbəri, Daxili İşlər Nazirinin rəhbəri, Baş prokuror rəhbəri Ramiz Mehdiyev işindən bu dəqiqə açıqlama versə, mən o açıqlamanı tələsik və düşünülməmiş hesab edəcəm. Ona görə o açıqlamalar verilmir indi. O demək deyil ki, dövlət susur, qorxur. Pənah bəy haqlıdır ki, bu işdə artıq əyləncəyə çevrilir. İnsanlar bir-birinə sataşırlar, sən Ramiz Mehdiyevin adamısan və digərsən filan. Onunla da razı, bu iddiayla da razıyam mən. Lakin məsələ düşündüyümüzdən də qat-qat təhlükəli və qat-qat ağır bir məsələdir. Burada biznes maraqlarının toqquşması var. Burada Azərbaycanın strateji, iqtisadiyyatın strateji istiqamətlərinə zərbə vurmaq niyyətləri var. Burada Azərbaycan müxalifətində radikallaşmanı artırmaq niyyəti var. Burada siyasi
səlahiyyətlərdən sui-istifadə niyyəti var və s. və s. və s. Bütün bunlar var. Və bütün bunlar olduğu üçün məsələ çox ciddidir. Məsələ o qədər ciddidir ki, sizin keçən verilişinizdə mən Gülər xanım haqqında məndən sual verdiniz. Gülər xanım da məndən inciyib. Bəli. İnciyib. Siz hardan bildiniz? Mənə yazdı ki, yəni siz məni sizə də dedimmi incidiyini? Mənə də dedi. Mən heç vaxt heç bir xanımı incitmək niyyətində olmamışam. İncitmişəmsə də bağışlamasını təvəqqə edirəm, amma incitməmişəm. Mən dediyim sözlərə hakiməm. Ramiz Mehdiyev Gülər Əhmədovanın faciə taleyinin baiskarıdır. Bax, bu da var. Gülər Əhmədova kimin tələsinə düşdü? Kimin göstərişindən, kimin israrı ilə Əvəz Zeynallı məsələsi ortaya çıxdı? Görürsünüz, zəncir nə qədər uzanır. Bu adi bir faktı deyirəm. Əvəz Zeynallı, Gülər Əhmədova, məhkəmə, Ramiz Mehdiyevin köməkçisi və s. və s. və s. Bu adicə bir fakt. İndi görün, bu faktlar yüzlərlə Tərtər işindən tutmuş, neft sənayemizə təxribat cəhdlərindən tutmuş, orduda təxribat cəhdlərindən tutmuş. Yəni, o qədər çox iş var ki, rəsmi dövlət qurumu bir məsələ barədə açıqlama versə, siz, mən və hamımız soruşacaq, bəs o birisi işlər nə oldu? O birisi işlərdə Ramiz Mehdiyevin günahı yoxdur. Və bu suallar yaranmasın deyə bu açıqlama veriləcək. Mən sizə əmin edirəm ki, Baş prokuror rəhbəri Kamran müəllim belə bir çəkingən adam deyil, heç deyil. Vilayət Eyvazov heç deyil. Əli Nağıyev heç deyil. Bunlar işlərinin mega professionallarıdır və bunlar bilirlər nə edirlər. Mən onların əvəzindən danışmaq istəmərəm. Onların mətbuat xidmətlərinin rəhbərləri var. Məsləhət bilsələr açıqlama verərlər. Vəssalam. Hələlik bu qədər. Bilirəm, carabamı sizi qətiyyən qane etmir, amma olan budur.